Elgin bəy, erkən boşalma nədir? Kişi bunu özü necə ayırd edə bilər ki, məndə erkən boşalmadır, yoxsa normaldır? Xanımın boşalma hissi gec gəlirsə, artıq burada 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə də əslində çox tez olur. Əsəbi, gərgin olan, təşvişli olan bəylərin 7-sində, 8-də ortalama erkən boşalma görülür. Erkən boşalma sonsuzluq yarada bilərmi? Burada bir mayalanmadan, bir uşaq sahibi olmaqdan söz gedə bilməz. Penisin cinsi akt sırasında orada sümüyə dəyənərək və əyilərək oradakı toxumaların parçalanması ilə orada şişlik yaranır, hematom yığılır, yəni qan yığılır. Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi? Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında Sağlam Həyat layihəmiz davam eləyir. Bugünkü mövzumuz daha çox kişiləri maraqlandıran bir mövzu olacaq. Androloji problemlərlə bağlı, erkən boşalma ilə bağlı söhbətlər aparacağıq. Qonağımız isə uzman doktor, uroloq, androloq Elgin Hacıyevdir. Elgin bəy, xoş gəlmisiniz. Xoş gördük sizləri. Demə YouTube kanalında sizinlə ilk müsahibəmizdir. İnşallah ki, bunu davamlı eləyərik. İnşallah. Elgin bəy həm androloqdur, həm də uroloqdur. Ona görə Elgin bəyə verəcəyimiz suallar da çoxdur. Növbəti müsahibələrimizin birində yəqin ki, urologiya ilə bağlı insanlar başa düşsün deyə deyirəm, böyrək, sidik yolları falan bu mövzularda danışarıq. Bugünkü mövzumuz isə cinsi problemlərlə bağlıdır. Daha çox kişiləri maraqlandıran erkən boşalma və yaxud da testosteron hormonu ilə bağlı, prostat vəzi ilə bağlı suallarımız olacaq həkimimizə. Elgin bəy, erkən boşalma nədir? Kişi bunu özü necə ayırd edə bilər ki, məndə erkən boşalmadır, yoxsa normaldır? Erkən boşalma, yəni prematur ejakulasiya cinsi akt əsnasında, əvvəlində və cinsi akt momentində bəyin vaxtından əvvəl, yəni 1 dəqiqənin altında boşalmasına deyilir. 1 dəqiqə. Bəli, 1 dəqiqənin altında boşalmasıdır. İndi burada bəzi sual doğur ki, yaxşı, kimə görə 1 dəqiqə, yəni xanıma görə 1 dəqiqə bəs eləyirmi, bəyə görə 1 dəqiqə bəs eləyirmi? Əgər yəni xanımın boşalma hissi gec gəlirsə, artıq burada 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə də əslində çox tez olur. Bəs bəy bunu özündə necə hiss edir? Yəni cinsi akt əsnasında artıq bəy görür ki, kontrolsuz şəkildə artıq boşalacaq. Yəni bu təqribən pasientlərində bunu görürəm ki, 1 dəqiqənin altında, yəni 30 saniyələrdə, 10 saniyələrdə boşalmalar olur və bu pasiyentə ciddi miqdarda özünə qapanmayı yaradır. Yəni o artıq pasiyent və yoldaşı da eyni zamanda ciddi şəkildə bu vaxtdan heç bir şəkildə məmnun qalmırlar və bu artıq xronikləşəndə, yəni artıq hər cinsi münasibət 1 dəqiqənin aşağısına çəkirsə, bu cütlük arasında ciddi narazıçılıq doğurur və bundan ən çox təsirlənən təbii ki, bu problemin səbəbkarı bəylər olur. Bəzən bu o qədər ağır olur ki, bəylər hətta cinsi münasibətə girmədən boşala bilirlər. Artıq bu bəydə müəyyən bir vaxtdan sonra cinsi zəifliyə də gətirib çıxarda bilir ki, artıq pasiyent, yəni bəy cinsi akt sırasında erkən boşalacağını bilir və bu da onda sərtləşmə problemlərinin yanında gətirir. Yəni erkən boşalma varsa və bu artıq pasiyentdə ciddi narazıçılıq doğurursa, partnyorunda da bu eyni şəkildə ciddi narazıçılıq doğurursa, bu bir neçə vaxtdan sonra cinsi zəifliyə də gətirib çıxarda bilir əslində. Ümumiyyətlə nə qədərdir onun ortalaması, belə deyək də, belə bir statistika varmı ki, məsələn, cinsi münasibətdə ki, bir ortalama varmı? Yəni, belə deyim mən, bu əslində erkən boşalma mən pasiyentlərimə tövsiyə edirəm ki, burada daha çox xanım odaqlı getmək lazımdır. Əgər bəydə xroniki erkən boşalma varsa, ilk başda biz burada xanımı məmnun etmə tərəfdarıyıq. Yəni, xanım artıq müəyyən qədər öz ehtiyaclarını qarşıladıqdan sonra bəy biraz daha rahat olur, daha özgüvənli olur ki, okey, mənim yoldaşım müəyyən qədər öz ehtiyacını qarşıladı və burada artıq, bəzən burada hətta bəydəki gərginlik o qədər çox azalır ki, bəzən belə 1 dəqiqənin üzərinə belə arada bir çıxa bilir. Yəni orada artıq 15 saniyə də boşalsa olar, 20 saniyə də boşalsa olar. Bəy artıq bilir ki, artıq mənim partnyorum artıq müəyyən qədər öz ehtiyacını qarşılayıb, mən tez boşalsam da olub deyib aktiv bitirə bilir. Amma elə bir statistika təəssüflər olsun ki, yoxdur. Erkən boşalma daha çox psixoloji problemdir, yoxsa bədənlə bağlıdır?
Əslində mən deyərdim ki, bu statistik olaraq bədənəndir. Bu insanlar, yəni bu ya qazanılmış olur və yaxud da genetik, yəni doğuşdan belə olur. Yəni mən statistik olaraq 10 nəfərdən, yəni əsəbi, gərgin olan, təşvişli olan bəylərin 7-sində, 8-sində ortalama erkən boşalma görülür. Əsəbi. Bəli. Yəni bu əsəbilik bəzilərə artıq genetikdir. Adam yəni doğuşdan əsəbidir, təşvişlidir. Mən bəylərə soruşuram, məsələn, erkən boşalma ilə gələnlərdə ilk soruşduğum sual: yeməyini necə yeyirsiniz? Yeməyi sürətli mi yeyirsiniz? Deyir, doktor, mən çox sürətli yeyirəm. Sürətli mi addımlayırsınız? Və yaxud da hər zaman bir həyəcan halındasınızmı? Deyir, doktor, mən hər zaman çox həyəcanlıyam. Beynimdə çox düşünürəm, eləyirəm, çox sürətli yeməyimi yeyirəm, məclisdə otururam, ən tez mən bitirirəm, ya da ki, gəzintiyə çıxıram, görürəm ki, hamını qabaqlamışam artıq. Bu bəylərin dediyim kimi 7-8, yəni bu 10 bəydən 7-8-ində bu erkən boşalma mütləq dərəcədə olur. Bu ya bədənən, ya doğuşdan belə olur və yaxud da sonradan qazanılmış olur. Sonradan qazanılmış nədir? Yəni bu insan normal 2 dəqiqənin üzərində, 1 dəqiqənin üzərində çıxan cinsi əlaqələri olur və bu arada rahatdır. Amma stressə girir və yaxud da öz partnyoru ilə müəyyən qədər problemləri var və partnyorunu bəyənmir və yaxud da müəyyən qədər qoxu gəlir. İndi çox faktor var. Yəni dış faktorlara görə bəylər tez və yaxud da gec boşala bilirlər. Eyni zamanda infeksiyaları da unutmaq lazım deyil. Yəni əgər bəy tez-tez, yəni bir çox partnyor varsa və infeksiyalar da qapıbsa və müalicə olunsa, müəyyən qədər bu infeksiyalarda bəylərin erkən boşalmasına səbəb ola bilir. Erkən boşalmadan danışdıq müəyyən qədər. Bir də uzun sürən cinsi əlaqə var. Məsələn, bu hər hansı bir zərər gətirə bilərmi? Məsələn, tutaq ki, 20 dəqiqə, 30 dəqiqə və yaxud da daha artıq. Yəni belə deyim mən, erkən boşalan bəylərdə artıq birinci sürətli bitdiyinə görə onların latens vaxtı deyirlər. Yəni cinsi orqan təkrardan özünə gəlməyi daha qısa çəkir. Deyək ki, yəni birinci münasibət deyək 20 saniyə çəkdi. İkinci münasibətə keçmə yarım saat içərisində rahat şəkildə keçə bilirlər. Bu erkən boşalanların müəyyən qədər bədənlərində olmuş, yəni beyinlə əlaqəli bir şeydir. Burada delayed ejaculation deyirlər, yəni gecikmiş ejakulasiya, boşalma da əslində bir problemdir. Burada artıq vaxt nə qədərdir? Artıq bu 40 dəqiqəni keçirsə, yəni bir şey var ki, siz bir orqanizmsiz 40 dəqiqə istifadə edə bilərsiniz və yaxud da 1 dəqiqə istifadə edərsiniz dayanmadan. 40 dəqiqənin sonunda təbii ki, bu orqan da bir, yəni cinsi orqan da bir orqandır və bu artıq müəyyən qədər 40 dəqiqəlik aktdan sonra dəridə tahriş olmalar yaranır. Yəni bu orqanı 40 dəqiqə dik saxlamaq lazımdır və orada cinsi akt sırasında da müəyyən qədər, yəni bunu mən pasientlərimə də eyni şəkildə deyirəm ki, yəni bu dərini bir-birinə biz 5 dəqiqə bir-birinə sürsək, artıq burası bizi incidəcək və yaxud da sinəcək burası. Yəni orada dəriyə bir travma yaranır. Yəni bu pasientlərimə çox vaxt görürəm ki, cinsi orqanın üzərində dərilər soyulur, qanamalar baş verir. Yəni pasient və narahat doktor, mən boşala bilmirəm və yaxud boşalıramsa da çox gec olur və bu mənim partnyoruma ciddi şəkildə ağrı verir. Yəni partnyoru da unutmaq lazımdır. Mən boşalacağam deyə bu akt əsnasında orada əgər müəyyən qədər lubrikasiya yoxdursa, xanımda bu həzdən çox ağrı verməyə başlayır təbii ki. Bəs erkən boşalma sonsuzluq yarada bilərmi? Erkən boşalma, bəli, sonsuzluq yaratma faktoru var. Buna antiport ejakulyasiya deyilən, yəni heç cinsi akta girmədən boşalma varsa, bunun tip dilində dediyim kimi antiport ejakulyasiya deyirlər. Yəni bəzən bəylər o qədər ehtiraslı olurlar ki, yəni öz xanımları və yaxud öz partnyorları əyinlərini soyunduqlarında və yaxud öz partnyoruna toxunduğunda belə boşalma aktı gerçəkləşir və təbii ki, bu boşalma aktı olduğunda da artıq yəni sperm çölə çıxdığını, yəni vaginaya girmədiyi üçün burada bir mayalanmadan, bir uşaq sahibi olmaqdan söz gedə bilməz. Burada artıq daha çox psixoloji şəkildə pasientimizə dəstək oluruq. Lazım gələndə dərman dəstəyi də veririk. O dərman dəstəyi ilə də artıq pasientdəki o aşırı həyəcanlı halı, yəni o ehtirasdan müəyyən qədər endiyinə görə artıq penetrasiyaya, yəni düzgün cinsi əlaqəyə də girə bilir. Erkən boşalmanın qarşısını almaq üçün bəzən Viagra tipli insanlar dərmanlar atırlar. Bu dərmanlarla bağlı sizin məsləhətiniz bir androloq olaraq necədir? Yəni yanaşmanız necə? Çox adam çünki deyir ki, bunlar çox ziyanlıdır, hətta insanın ürəyə dayana bilər falan. Bəli. Yəni bu Azərbaycanda mənim çox rastlaşdığım bir dərmandır və deyərdim ki, Azərbaycanda gərəksiz sərtləşmə dərmanlar çox istifadə olunur.
Bəzi pasientlərimdə bunu tövsiyə edə bilirəm. Bu sərtləşmə dərmanları daha çox mən tadalafil tərkibli gedirəm. Yəni Viagra biraz daha ağır, hardcore qalır bu sərtləşmə problemlərində. Yəni çox güclü bir dərmandır. Tadalafil daha yüngül və ürək üzərindən daha yaxşı neytral təsiri var. Burada məqsəd pasiyenti gec boşaltmaq deyil. Yəni tadalafilin gec boşaltma təsiri, ya da ki sildenafil, Viagra dediyimiz dərmanların gec boşaltma təsiri əslində o qədər də yoxdur. Burada daha çox pasiyent ilkini tez boşalsın. İkinci daha sürətli şəkildə keçə bilsin. İkinci də artıq pasiyent əgər birinci cinsi əlaqə bitdikdən sonra ikinciyə keçə bilmirsə, artıq burada ikinciyə, üçüncü daha rahat şəkildə keçə bilir və ikinciyə keçəndə də artıq daha uzun sürə cinsi əlaqə. Yəni bu dərmanlar yalnız ereksiya üçündür. Yəni erkən boşalmaya dəxli yoxdur. Xeyr, yəni bu erkən boşalma üzərində bir psixoloji bir təsiri yoxdur. Kişilik hormonu sayılan testosteron hormonunun azlığı cinsi istəyə təsir eləyə bilərmi kişilərdə? Əlbəttə ki, yəni kişilik bərabərdir testosteron deyərdim əslində. Nə qədər səhv, nə qədər düz. Amma bizdə kişilik qabiliyyətini, bədəndəki enerjini, gücü, istəyi verən, hətta eyni zamanda zehinsel bacarıqlarımızı da təsir edən testosterondur. Yəni bu testosteron azlığında bəylərdə ilk başda istək itir. Yəni istək azalır. Doktor deyir, mən yataqdan qalxmaq istəmirəm. Yəni bir xanım görürəm, hansı ki normalda bu xanıma meylim ola biləcək potensialda biri idim. Artıq meylim də yoxdur. Yəni həm cinsi aktı unudun, yəni heç yaxınlaşıb ona söhbət etməyə ehtiyacı belə hiss eləmirəm və bəylərdə bu testosteron azlığında yatış problemləri də yaranır. Yəni bir növ batareyası bitmiş bir oyuncaq kimi olur. Yəni yatmaqda çətinlik çəkirmi yoxsa ancaq yatmaq istəyir? Ancaq yatmaq istəyir. Yəni bir növ enerjisi yoxdur. Yəni bədən enerjisi yoxdur. Yəni bu insan yəni hərəkət eləmək istəmir, yürüyüş eləmək istəmir, bəzən heç işləmək də istəmir. Yəni bu testosteron tək bizim istəklə, yəni tək cinsi qabiliyyətimizi deyil, zehinsel qabiliyyətimizi də, bədən enerjimizi də təsir eləyir. Yəni məsələn görürsüz ki, testosteron azlığı var bəydə və tez çəki alır. Bunu necə bilmək olur? Analizi varmı ki, bu testosteron, məsələn D vitamini kimi testosteronu da yoxlatmaq olurmu? Bəli, testosteron yoxlatmaq olur. Yəni testosteronu təkcə yoxlatmaq bizə bəs eləmir. Testosteronla yanaşı, yəni ümumi testosterondur, sərbəst testosterondur. Bədəndə yəni bu LH-lar, digər hormonlara da baxmaq lazımdır. Necə qanda mı baxırsınız? Bəli, bunlar qanda baxılır və mütləq dərəcədə pasiyentimiz ac qarına saat 11-ə qədər bunu verməlidir. Buna səbəb də testosteron səviyyəsinin gecələr və səhərə yaxın, oyanmağa yaxın maksimal səviyyədə olmasıdır. Yəni yaxşı deyək ki, testosteron aşağı çıxdı. Buna qarşı nə etməlidir? Yəni testosteron aşağıya çıxdısa, bunun səbəbi bəlli olmalıdır ki, testosteron niyə aşağıdır? Orada bir hormonal balanssızlıq mı var? Yəni beyindən testosteronu qaldıran bəzi hormonlar ifrazı olunur. Yəni ona baxmaq lazımdır ki, bu pasiyentimizdə xroniki bir xəstəlik mi var? Məsələn, xroniki yorğunluq olsun, şəkər olsun və yaxud da xərə üzərində keçirilmiş əməliyyatlar olsun, artıq çəkilik. Bunlar hamısı testosteronu düşürən amillərdir və bunu səbəb bəlli olduqdan sonra rahat şəkildə biz artıq testosteronu qaldıra bilirik. Yəni tabletlərmi verirsiniz testosteron yoxsa ümumi məsələn həyat tərzinə dəyişməli? İlk başda görürük ki, pasiyentimiz artıq çəkilidir. Yəni ciddi miqdarda body mass index deyilən bir vahid var. Onu hesablayırıq. Görürük ki, bu pasiyentin nə qədər artıq çəkisi var. Digər hormonlu, qadınlıq hormonuna da baxırıq eyni zamanda. Tək kişilik hormonu testosteron deyil. Kişilərdə müəyyən qədər qadınlıq hormonu da ifraz olunur. Estrogen də çoxalır. Bəli, estrogen, estradiol da çoxala bilir. Bunu mən ortaya hesablama vahidləri var. Onları qoyuram, bölürəm, baxıram, görürəm ki, burada problem nədir. Pasiyentlərim doğrudan da artıq çəkilidirsə, buna bağlı testosteron aşağıdırsa, mütləq dərəcədə arıqlamaqlarını tövsiyə edirəm. Lazım gələrsə endokrinoloji dəstək də istəyirəm. Unutmaq lazım deyil ki, bəylər hər 10 kiloqrama öz testosteronlarını 1 vahid, 1.2 vahid qaldıra bilirlər. Yəni 2-dirsə 3.2-yə qədər bu testosteron səviyyələri qalxa bilir. Hər 10 kiloqramda. Bir də bildiyimə görə piyada gəzmək də testosteron səviyyəsini artırır. Piyada gəzmək əslində daha çox, yəni arıqlamaq üzərinə təsir göstərir. Piyada gəzmək daha çox testosteron deyil də bizim sərtləşməyimizə yaxşı təsir eləyir. Əgər biz bədən testosteronumuzu qaldırmaq istəyiriksə, mən daha çox bəylərə idmanla məşğul olmalarını tövsiyə edirəm və xüsusilə də ayaq məşqləri. Çünki ayaqda, yəni baldır qismi dediyimiz qismdə ən böyük əzələ qrupu bizim ayaq qismimizdədir və biz oranı məşq etdirdiyimizdə bədəndə artıq
kortizol qalxır, stress qalxır. Stress qalxınca, yəni əzələ stresi qalxır. Bu qalxdığında da bizə dolaylı yolla testosteron daha çox ifraz olunmasını gətirib çıxardır. Yəni bəydə doğrudan da istəksizlik varsa, libido əksikliyi varsa, mən idmanla məşğul olmasını tövsiyə edirəm. Əgər sərtləşmə problemi varsa, onda aktiv idman deyil də daha çox yürüyüşdür, üzməkdir, jogging tərzi məşqləri tövsiyə edirəm. Cinsi istəksizlikdən danışırıq. Bilirik ki, prostat vəzi ilə də bağlıdır bu. Prostat vəzinin iltihabi prosesləri, prostatit deyirlər də bildiyimə görə, cinsi istəksizliyə səbəb ola bilərmi? Həm hə, həm yox. Səbəb nədir? Yəni burada bəylərdə prostat iltihablı olanda müəyyən qədər başlayır prostat şişməyə, iltihablanmağa. Orada sərtləşməyi sağlayan sinirlərə müəyyən qədər prostat şişdiyində, iltihab olduqda orada müəyyən qədər basqı olur, yəni təzyiq olur o sinirlərə. O təzyiq altında da müəyyən qədər pasiyentlər sərtləşmə problemləri görə bilirlər. Bu bir. İkincisi isə bu prostatitlər, falanlar bəylərdə istəksizlik yaradarmı? Əslində o qədər də yox. Daha çox istəksizlik ağrı olursa pasiyentimizdə, yəni o qismdə ağrı olur, sidə yanma olur, şişliyi olur, sərtliyi tam istənilən qədər əldə edə bilmirlər və bu hallar özü pasiyentə müəyyən qədər psixolojik olaraq istəksizliyi gətirib çıxarda bilir. Kişilərdə cinsi istəksizlik daha çox yaşla bağlı olur. Yəni əgər hər şey normaldır, amma yaş irəlilədikcə bildiyimə görə həm də azalırıq deyəsən. Bəli, yəni təbii ki, biz yaşımız 20 yaşların, biz artıq heç birimiz 18 yaşlar, 20 yaşlarda deyilik. Oradakı o istəyi, o arzunu da tam tuta bilmirik. Yaş artdıqca zaten bu gözləniləndir. Yəni yaş artdıqca bizim istəyimiz də müəyyən qədər azala bilir. Cinsi sıxlığımız da azala bilir. Bu əslində qocalmanın verdiyi bir fiziolojik bir hadisədir. Yəni necə dərimiz qırışırsa və yaxud da orqanlar öz gücünü itirirsə, burada da istəkdə də müəyyən qədər azalmalar ola bilər. Çünki xəyir də müəyyən bir vaxtdan sonra yavaş-yavaş büzüşür. Büzüşür eləyir, orada ifraz olunan testosteron səviyyəsi də azalır. Yəni bu yaşa dolduqca təbii ki, məişət problemləri də artır və eyni zamanda bizim xəstəliklərimiz də artmağa başlayır. Yəni təzyiqdir, şəkərdir falandır və bunun altında bizim istəyimiz də çox böyük şəkildə təsirlənə bilir və eyni zamanda bizim sərtləşməyimiz də. Və artıq bu sərtləşmədir, cinsi istəklilikdir, bu ikinci plana keçir və yaxud da üçüncü plana keçir. Bəzən də ola bilərmi ki, bu artıq bir, məsələn, 20 yaşlardan başlayan bir cinsi həyat, məsələn, 40-a qədər müəyyən qədər doymaq. Bəli, o da var. Çox düzgün yerə vurğuladınız. Eyni şeydən insan bezir. Bəli, yəni bunu, bəli, çox haqlısınız. Bu səbəblərdən birisi də budur əslində, doyumluq hissinin gəlməyidir. Yəni artıq 18 yaşlarına, 20 yaşlarından başlayan cinsi aktlar belli bir yaşdan sonra doyumluğa gətirib çıxardır. Həyəcandan, o qədər həyəcanlanmırsan da. Bəli, yəni pasiyentlərim var ki, doktor, mən hiss edirəm ki, artıq mən bir çox partnyorum olub və o həyəcanı yavaş-yavaş itirirəm və soruşuram ki, nə qədər partnyorun olub? Yəni çox tez partnyor dəyişib, hər şəkildə, hər şeyin bu cinsəlliyin tam dadına varıb, hər şəkildə dadına varıb, belə deyim mən. Və bir yerdən sonra deyir, doktor, görürəm ki, artıq o deyil. Yəni istəyirəm ki, əvvəlki həvəsimə gəlim. Yəni deyirəm ki, bu yaxud özünüzə müəyyən qədər vaxt verməlisiniz ki, müəyyən bir vaxt keçsin, amma siz artıq sürətli şəkildə doyumluğa çatmısınız. Yəni bunu belə deyim mən, sürətli qaçan sprint yarışçılar olur. Yəni 0-dan 60-a, 0-dan 100-ə çox sürətli şəkildə başlayırlar yarışa, amma təsir olsun ki, bəlli bir yaşdan sonra tez də sürətli bitirirlər. Bir var, işə yavaş-yavaş, yəni yüngül tempo, yəni uyğun şəkildə 20'li yaşlardan başlayırsınız və bir partnyorunuz olur, müəyyən cinsi sıxlığınız olur və tez-tez partnyor dəyişmirsiniz. Bunların istəkləri də, cinsi gücləri də daha uzun ömürlü olur, istəkləri daha çox, daha uzun ömürlü olur. Amma ki, hansı ki 20 yaşlarında çox sürətli şəkildə bir çox partnyorla yaşayırlar və hər şəkildə bunun hər zövqünü də varırlar. Bu şəxslərin iləri yaşlarda daha tez həvəsdən düşdüklərinin mən şahidi olmuşam. Bəlkə də ona görədirmi ki, məsələn, kişilər 30 yaşdan keçəndən sonra evlənmək istəmirlər? Çox düzdür. Yəni bəlli bir, hətta onun bir statistiki də var idi ki, 38 və yaxud da 40 yaşına qədər subay qalanlar 40-dan sonra çox çətinliklə evlənirlər. Çünki artıq öyrəşiblər multi-partner olmasına, yəni bir çox partnyorunun olmasına və bir yerdən sonra da artıq evlənib və bir partnyorluğa düşmək istəmirlər əslində. Stres və yuxusuzluq cinsi performansa necə təsir göstərir? Yəni mən pasiyentlər gəldiyində mənim bir suallarım var. Yeməyindən tutmuş, yatma
alışqanlıqlarına qədər hamısını soruşuram. Yəni duz nə qədər istifadə eləyir, nə qədər kofein istifadə eləyir. Bunların içərisində ən çox soruşduqlarım təbii ki, stres və yuxudur. Yəni yuxusu düzgün olmayanlar, 7-8 saatlıq yuxu rejiminə diqqət etməyənlər bu cinsi zəiflikdən və yaxud istəksizlikdən çox əziyyət çəkirlər. Deyə bilərsiniz ki, doktor, yaxşı, günorta mən 7-8 saat yatıram, ya da 10 saat yatıram, axşam oyaq oluram. Bu necə bəs? Xeyr, mütləq dərəcədə axşamları, yəni bizim biosaatımız var. Axşamları testosteron ən maksimal səviyyə, yəni gecələri ən maksimal səviyyədə olur və biz gecə yatanda testosteron öz işini görə bilir. Yəni bizim gecə sərtləşmələrimiz də axşamlar olur. Yəni bu gecə mən oyaq olum, səhər mən bu 7-8-lik saatlıq balansımı elə saxlayım, qaydası da uyğun deyil. Yəni bu səhər ereksiyasının səbəbi də odurmu? Bəli, yəni bizim səhərlər daha şiddətli şəkildə ereksiya olmağımız, gecələr də bizə əslində ereksiya olur. Sadəcə dərin yuxuda olduğumuz üçün bunun çox fərqində olmuruq. Səhər oyanmağa yaxın daha çox bunu fərq eləyirik ki, aşağıda bəzi yerlər sərtdir. Səhərlər də sərtləşməni hiss eləməyimizin əsas səbəbi də testosteronun yüksək olmasıdır və oyanmağa yaxın olmağımızdır. Yəni yuxu bizim üçün, sərtləşmə üçün çox önəmlidir. Stress də eyni zamanda. Çünki stressli həyatda və yuxusuz həyatda bu bizim cinsi gücümüzü çox dərin şəkildə təsir edir. Çünki testosteronumuz da az yatan insanlarda, yəni gecələri işləyən insanlarda hər zaman daha az olur. Bunu bəzən də melatonin hormonu, böyümə hormonu ilə bağlayırlar. Belə deyək də, gecə 11-dən gec yatmamaq kimi tövsiyələr eləyirlər bəzən. Bir də otaq necə olmalıdır? Məsələn, çox adam indi telefonla yatır. Mənim bir professorum var idi, sırf andrologiyada. Mənə deyirdi ki, yatma otağına, yatağa daha doğrusu, daha çox telefon gəlməməlidir. Yəni yatağa telefonla girilməməlidir. Telefon ya otağın xaricində olmalıdır və yaxud da yataqdan uzaq bir yerdə qoyulmalıdır ki, sizin əliniz telefona ulaşmasın. Bəylər deyirlər ki, doktor, mən saat 12-də girirəm yatağa, amma 2-də yatıram, 3-də yatıram, 2 saat telefonda gəzişirəm, oyun oynayıram, bunu edirəm. Yəni təbii ki, insan yatmaz. Yəni mənim bu təsvir olsun ki, artıq telefon biz bədənimizin bir parçasına çevrilib indiki dövrdə. Bir də öyrəşmişik elə bil ki, telefonsuz yata bilmirik. Elədir ki, var. Yəni bəziləri telefona baxa-baxa yuxuya gedirlər. Bu əslində bizim zehin gücümüzü də çox azaldır. Yəni yatağa gedilirsə başı qoyulub yatılacaq. Deyirsək, doktor, alarm qurmaq lazımdır. Onun üçün də xüsusi bir cihaz alıb qoymaq lazımdır. Zəngli saat qoyacaqsınız. Telefon hər zaman yataq otağında, yataqdan xaricdə olmalıdır. Həkim, masturbasiya necə bəs cinsi problemlər yarada bilərmi gələcəkdə? Və yaxud da indi subay adamlar var ki, məsələn, müəyyən qədər onların dini inancları var və yaxud da özlərinin bir sadiqliyi var ki, məsələn, nişanlısı falan ya sevgilisinə bir sadiqliyi var. Masturbasiya eləməklə, yəni təmin edirlər. Uzun müddət masturbasiya etmək hər hansı bir problemə səbəb ola bilərmi? İndiki dövrdə əgər dini inanışları, çox ciddi dini inanışları yoxdursa, yəni masturbasiya artıq çoxu gənc etməyə başlayır. Yəni daha çox belə testosteronun ən çox bədəndə olduğu fazalardan artıq 15 yaşlarından, 16 yaşlarından artıq bəylərdə masturbasiyaya başlayırlar. Bu həftədə, yəni 3-4 masturbasiya normal qarşılana bilinir, hətta 5, yəni etiraz halında, yəni müəyyən qədər bu edilməlidir deyə düşünürəm. Burada mövzu sıxlıq və edilmə necə edilir, o önəmlidir. Yəni bəzən pasiyentlərim deyirlər, doktor, mən əvvəllər ciddi, yəni masturbasiya aqudəsiz olmuşam, yəni gündəlik artıq 1 dəfə, 2 dəfə olmaq, yəni həftə içərisində bu insan onlara yaxın masturbasiya edir. Təbii ki, bu masturbasiyadan sonra bəyin həm xanıma yaxınlaşma ehtiyacı olmur. Yəni istəyi azalır xanımlara qarşı və eyni zamanda bu ciddi şəkildə sərtləşmə problemlərinə gətirib çıxardır və erkən boşalma da yarada bilir. Yəni bunun səbəbi artıq bədən öyrəşir masturbasiyaya. Masturbasiyada quruluğadır, bəlli bir sürətədir. Yəni təbiiliyin kənarında olmağına beyin öyrəşir və bunu təkrardan masturbasiyadan uzaqlaşdırmaq və xanıma yaxınlaşdırmaq, normal cinsi münasibəti sağlamaq da müəyyən qədər çətin gedir bu ağır masturbasiya aqudəçilərində. Bir də travmatik masturbasiya deyilən bir şey var. Yəni bəylər bəzən əllərini çox sıx, möhkəm tuturlar, çox sürətli eləyirlər və yaxud da yəni artıq gedib yataqla məsələn müəyyən qədər səs şəkildə yatağa sürtünürlər, yastığa sürtünürlər, qapıya sürtünürlər. Bunun özü də
sürtünmə aktı ilə boşalmağa çalışırlar və bunu artıq belə deyək də bəzi cisimləri sürtünərək eləyirlər. Bu da bu özü travmatik masturbasiyaya gedir və bəylərdə ciddi psixolojik, sosial problemləri gətirib çıxarda bilir. Kişilər özlərində hansı əlamətləri görüb androloqa müraciət etməlidirlər? Mənim üçün önəmli olan burada infeksiyalardır. Doğrudan da ki, yəni Azərbaycanda ciddi şəkildə prezervativin istifadə etməmə var və bunu özünə ayıb bilirlər doğrudan da ki, yəni mən oradakı həzz yaşamaq istəyirəm deyirlər və qorunmadan cinsi akta girirlər və qorunmadan cinsi akta girəndə də hər zaman infeksiyaları gətirib çıxardır və bu infeksiyaların da bədən üzərinə, sağlıq üzərinə ciddi fəsadları yaranır. Bəylər cinsi olaraq aktivdirlərsə və qorunmadan cinsi münasibətə girirlər və müəyyən qədər orada diskomfort hissi yaşayırlarsa, mütləq dərəcədə androloq getmələrini tövsiyə edirəm. Bu bir, yəni infeksiyalardır. İnfeksiya çünki bu bədən üzərində, yəni kənardan aldığınız mikroblar hər zaman bədəndə müəyyən qədər bir reaksiyalara səbəb olurlar və bunu ciddiyə almayanda gələcəkdə öz kişi sağlıqlarını təhlükəyə atırlar. Bu birincisi. İkincisi, yəni bəzi androlojik, urolojik təcili vəziyyətlər var. Bunlardan birisi məsələn xaya burulmaları, yəni şiddətli xaya ağrılarıdır, ani başlayan. Bunu mütləq dərəcədə androloq getməlidirlər ki, xaya burulması, yəni öz ox ətrafında xayanın burulması xayanın qanlamasını pozur və beləliklə də xayanı itirmə səviyyəsinə gətirib çıxarda bilər. Bu bizim yəni uşaqlarda, yeniyetmələrdə gördüyümüz bir hadisədir. Yəni bu mütləq dərəcədə daha çox uşaqlarda olur. Bəli, daha çox uşaqlarda artıq yəni bu 5-6 yaşlardan belə başlaya bilirlər, amma sadəcə olaraq valideynlər bunun haqqında məlumatlanmalıdırlar ki, uşaq ağlayırsa, aşağısı şişibsə, mütləq dərəcədə uroloq getmələri mütləqdir. Üçüncüsü, androloq olaraq məsələn penis qırılmaları deyirlər. Yəni penisin cinsi akt sırasında orada sümüyə dəyənərək və əyilərək oradakı toxumaların parçalanması ilə orada şişlik yaranır, hematom yığılır, yəni qan yığılır və bu da ciddi şəkildə androlojik təcili bir vəziyyətdir və mütləq dərəcədə ora müdaxilə lazımdır ki, pasiyentin sərtləşmə qabiliyyətini qoruya bilək. Yəni sinirlərimi qoruyursunuz? Orada bəli, orada bilsin necədir? Penisdə sümük yoxdur, amma penisin özündə penis fraktur deyilən, yəni penis qırılması deyilən bir şey var. Orada şişən cisim var, hansı ki, orada qan yığılır və sərtləşmə olur. Oradakı dalın fibrotik toxuma cırıla bilir və oradan çölə qan çıxır və beləliklə də bildiyiniz cinsi orqan bir badımcanvari bir görüntüyə olur. Ora müdaxilə olub, oradakı yırtılan, zədə görmüş toxuma tikilməlidir ki, sərtləşmə tam da yerində olsun. Bir də həkim bəzən də bizim bu videoya baxanlar da bir də görsən qınayır, amma baxıb da qınayırsansa niyə açmısan bunu, YouTube-dan söhbət gedir. İndi Reelsdə elə bildir ki, qabağına çıxa bilər. Amma YouTube-da daha çox olur, məsələn, görürsən ki, qınayır. Amma cinsi problemlərdən danışmaq, maarifləndirmək lazımdır insanları. Çünki bu mövzu heç vaxt danışılmayıb və biologiya dərslərində belə əvvəllər var idi bizim oxuduğumuz dövrlərdə, indiki kitablarda ümumiyyətlə yoxdur. İnsanlar ümumiyyətlə cinsi maariflənməyi çox azdır bizim ölkədə. Bəzi YouTube kanalları bizi kimi eləyirlər falan, bəziləri də deyirlər ki, özlərinə yaraşdırmalar falan. Bəs ümumiyyətlə, bax, cinsi problemləri gizlətmək, bu cinsi mövzulardan uzaqda durmaq nə qədər təhlükəlidir? Yəni, bu indiki, nə deyim, bəli, o qədər də ürək açan deyil indiki vəziyyət, amma 90-cı illərə baxanda, 2000-ci illərə baxanda müəyyən qədər yaxşılaşmalar görülür və bunun da əsas səbəbi sosial şəbəkələrdir ki, orada müəyyən qədər videolar çevrilir və insanlar müəyyən qədər qulaq alışqanlığı olur. Məsələn, sərtləşmə problemləri, erkən boşalma, infeksiyalar falanlar. Yəni bu artıq başqa hadisələr kimi adiləşməyə başlayıb. Yəni mən istədiyim bu bəylərin yıxılmaz, düşməz xarakteri, yəni bu bizim uşaqlığımızdan bəri bizim artıq bədənimizə yazılır ki, kişi ağrımamalıdır, kişi sağlam olmalıdır, ailənin üstündə durmamalıdır, xəstələnməməlidir. Yəni bizlər də zəifləyirik, ağrıyırıq, cinsi zəifliyimiz yarana bilər. Bu cinsi zəiflik və yaxud da bu mövzular bizdə bir zəiflik əlaməti deyil. Yəni xarakterimizin zəifliyi deyil. Utanır məsələn, deməyə, məsələn, uşağın tutaq ki, 15-16 yaşı var, yeni yetmədi. Valideyninə deməyə utanır ki, məndə müəyyən bir cinsi
problem var və Bəli, yaxud bu da indi- xəyablıqılması olsun və yaxud da digər bir şey. Yəni bu bizim müəyyən qədər cəmiyyətin verdiyi də bir belə təsirdir. Yəni bu düşünəndə ki, biz müsəlman toplumuyuq və belə şeyləri özümüzə deməyə ayıb bilir. Ayıb Yəni bilir. bəli, Avropada yəni, təbii ki, indi müqayisə etmək istəmirəm, amma hər kəs rahat şəkildə gəlib ana ki, uşağımda bu olur, cinsi orqanında bu çıxdı, orasında bu var, nə bilim, rahat şəkildə gəlib deyirlər. Yəni heç utanma hissi də yoxdur. Mən tək istəyim Azərbaycanda da bu mentalitetin, bunun vərdiş halına alınmasıdır. Yəni əgər valideynlər utanaraq gələcəklərsə ki, uşağında bu var, o var, bu ola bilər, və yaxud da 18 yaşındakı, 19 yaşındakı yeniyetmə çəkinərək gəlirsə, yəni bunda bir problem var. Yəni bəlli bir yaşı keçdikdən sonra artıq beylərdə geri dönülməz, yəni tədavisi, müalicəsi olmayan fəsadları gətirib çıxardır. Yəni nə qədər tez gəlirlərsə həkimə, o qədər bu işdən avantajlı çıxırlar. Təşəkkür edirəm, çox sağ olun. Ümid edirəm ki, maarifləndirici oldu. İnsanlara bir faydamız toxunacaqsa, nə xoş bizlərə. Əziz dostlar, videomuzu bəyənməyi unutmayın. Bu tam müsahibəni Demə YouTube kanalında izlədiniz. Amma bu videolardan hissə-hissə biz kəsərək Elgün bəyin öz sosial şəbəkə hesablarında da baxa bilərsiniz. Həm YouTube Shortda, həm Instagramda, həm TikTokda, həm də Facebookda. İzlədiyiniz üçün təşəkkürlər. Elgün bəy sizə də təşəkkür edirəm. Çox sağ olun.